Hoş gördük əziz izləyicilərim, dostlarım, yoldaşlarım, məni tanıyanlar, hər kəsə xoş gün olsun deyə buradan arzulayıram. Bu günləri 2025-ci il noyabr ayının 18-idir və bu günləri mənim artıq aclıq etdiyim prosesin 18-ci günüdür. Və bu proses olduğu qaydada, olduğu proses yəni necə getməlidirsə o qaydada da gedir. Hər şey yolundadır. Mən öncədən dediyim formada da gedir. Burada sadəcə sizin gördüyünüz və sizin hiss elədiyiniz, məndən sizə ötürə bildiyim nə qədər ki ötürə bilirəm və göstərə bilirəm. Burada mənim artıq yəni orqanizmimin, üzümün, bədənimin forması artıq sizə görsənilir. Yəni mən danışığım öz yerində, mənim sizə verdiyim məlumatlar öz yerində və bunun yanında siz bu proses gedə-gedə insanın 18 gün ərzində qida qəbul etmədən, deyim ki, təxminən məsələn bir 105 kilo çəkisi olan bir adam, deyim ki, mən o çəki ilə başlamışam. Çəkim o qədər idi. İndi sonda mən deyəcəm sizə ki, məndə nə qədər yağ əriməsi baş verib. O məqsəd o olmadığı üçün öncəki videolarda da bu barədə danışmırdım, demirdim. Çəki nədir, nə deyil. Çünki biz sağlamlıq baxımından, sağlamlıq tərəfini danışa-danışa bunu sizə deyirik. Yəni orqanizm sağlam olandan sonra bu proses istər-istəməz öz işini görüb sənin əlavə artıqları səndən çıxaracaq. Bunun da açmasını vermişəm, yollarını danışmışam ki, nəyə görədir. Yəni maraqlı o insanlar ki, maraqlı olacaq. O insanlar əlbəttə ki, açıb bu videolara 18 gün ərzində olan videoları izləyəcək. Və bundan sonraki 2 gün qalır artıq irəlidə, maksimum hər halda ki 20-ci gündə bitirəcəyik biz bu işi. Amma 18-ci günü mən xüsusi olaraq nəyə görə qeyd edirəm? Çünki bu günləri mənim doğum günümdür. 1978-ci il təvəllüdlüyəm. Noyabr ayının 18-i. Bürc olaraq Əqrəb bürcüyəm və bu günləri artıq mənim 47 yaşım tamam oldu. Yaşımın 47 olmasına baxmayaraq və bu günləri doğum günü olduğuna baxmayaraq yenə də mən bu prosesi davam edirəm. Yəni saxlamayacağam. Yəni bu günləri düzü dostlar qeyd eləmək istəyirlər, dedim eləyin mənim yerimə, yanınızda olaram, problem yoxdur, necə olar, biz bəs qidadır, mən siz işinizdə olun mənimlə. Mən bunu, yəni mənim orqanizm qida istəmir məndən bu dəqiqə, tam başqa bir yerdədir, tam başqa bir şey istəyir, ona görə yəni siz bunun nə olduğunu bilməyəcəksiniz, siz yeməyinizi yiyin, keyfiniz çəkin. Evdə də eyni qaydada, yəni qeyd olunacaq, yəni düzü ola bilsin ki, yalnız şirniyyat formasında nəsə bir şey olsa, o da uşaqlara görə. Mən yenə də ki, ondan yeməyəcəm, yəni bu mən dayandırmaq fikrimdə yoxdur, yəni sona çatdırmaq həddindəyəm və çatdıracağım da çox az qalıb. Ona görə də bu proses belə də gedəcək, yəni mənim doğum günüm olması mənə yenə mane olmur. Mən öncədən videolarımda, danışıqlarımda müəyyən şeyləri göstərə deyirəm ki, insanın özündən asılı olan məsələləri var. Ora-bura atmayın məsələləri. Özün yığışdır, toparla, görsən nəyə qadirsən. O qadir olacağın qüvvəni də, potensialı da ortalığa çıxart. Sənə istəyir, qarşında 100 cür, nə bilim, maneələr ola bilər. İstəyir də 100 cür söz desinlər, neynəsinlər. Sən özündə olan potensialı ortalığa çıxart. Onu ortalıqda göstər. Ondan sonra nə o boş danışıqlar bir də danışılacaq, nə də ki əməllər olunacaq. Artıq səni təsdiq olunmuş bir formada görəcəklər. İnsan bu formada özünü tanıdır. İnsan bu formada özünü göstərir. Sən müəyyən fədakarlıqlara da gedirsən, lazım olanda. Ümumi həyatdan söhbət gedir. Lazım olanda dayanmalısan, lazım olanda yürüməlisən, lazım olanda qalxmalısan, lazım olanda düşməlisən. Bu həyat belədir. Düppədiz deyil. Biz də bunun içində yaşamağı, doğru yaşamağı öyrənməliyik. Mən də bu günləri doğum günü olmağıma baxmayaraq
yenə də öz işimi, öz fəaliyyətimi davam eləyirəm. Dayandırmıram bunu. Fikrim var idi həqiqətən də 18-ci gündə bitirim və bu gün nə deyim ki, artıq bitdi. Yox. Bunun maksimum sürəci 20 gün olduğu üçün və ən üst səviyyə olduğu üçün mən o üst səviyyəni tamamlamalıyam. Tamamlayıb da sizə bunu göstərəcəm sona qədər və bunu salaraq biz bu yaddaşlara, tariximizə qoy burada qalsın. Yəni bunu 20 günü mən indi elədim. Bundan sonrası ilə yenə də lazım olarsa gələcəkdə bir başqaları ilə bir yerdə bunu eləmək istəyən insanlar və yaxud bunu artıq praktikasını keçən insanlar, savadlanıb bunun məni qədər bunun incəliklərinə varan insanlar, bunun yolunu bilən insanlar, yenə belə bir şey eləmək istəyirlərsə, biz hətta komanda şəklində bir yerdə toplaşıb bunu bir neçə nəfər təkrar edib insanlarımıza göstərə bilərik ki, bu nə qədər faydalı bir şeydir. Yəni yaşımız artdıqca biz artıq bu proseslərə getməliyik və o bizə lazımdır. Çünki yaş özü ilə bir yerdə nasazlıqlar gətirir. O nasazlıqları aradan qaldırmaq və uzatmaq üçün, yəni o bizim düşünün ki, daxili orqanlarımız hərəsi bir hissədir də, maşın hissəcilər necə. Onun ömrünü uzatmaq üçün onu bəzən götürürlər, çıxardırlar, yağlayırlar, təmizləyirlər, tozunu, mozunu təzən qoyurlar. Yəni baxırsan ki, yenə bir nə qədər müddət sənə qulluq elədi. Təzəsini gətirib qoymursan. İnsan orqanizmi də elədir. Burada da belə bir prosesdir. Yəni sən onu təmizlədin, sağ altdan düzəltdin, yerinə qoydun. O yenə də uzun bir müddət davamlı surətdə sənə yardım edir və xərab olmur və dağılmır. Bunu bu formada da yadınızda saxlayın. Nəysə, biz prosesi bu formada mən danışdım. Bildiyiniz nə var, nə yox. Mən burada bəzi qidalardan danışmaq istəyirəm. Dünən demişdim. Keto zamanı, yəni ən azından başladığım sürəcdə mən sizə demişəm, yəni 2 dəfə qidalanmaq məsələsi var. Bir gün orta saat 1 üçün təxminən, bir də 5 saat axşama doğru saat 5 üçün. Yəni bu arada sən yeməyə başlayırsan, yarım saat ərzində, 45 dəqiqə ərzində, 15 dəqiqə ərzində sənin özünün yeməyindən asılıdır. Yeməyi bitirirsən və ondan sonra aralıqlarda heç bir, istəyir bu 4 saat aralıqda olsun, istəyir 5-dən sonra səhərsi gün saat 1-ə qədər olsun, heç dilbə atmırsan. Yəni su içə bilərsən, kofe içə bilərsən, qaymaqla, nə bilim, yaşıl çay içə bilərsən. Və belə məsələn yüngül ayrandan falandan, hətta gecə yatmamışdan qabaq kefir içmək olar, çox faydalı bir şeydir. Bioflora üçün, mədə bağırsaq sistemi üçün əla bir şeydir. Hər kəsə də məsləhət görürəm. Mən məsəl üçün bax öz qidamdan danışım. Bu proses məndə bitəndən sonra mən artıq ki bərpa edəcəm, sabahları danışacağam. Yəni artıq aclıqdan çıxandan sonra hansı formada yavaş-yavaş qidanı qaytarmaq lazımdır ki, hər şey stabil yerində olsun. Onu sabah danışacağam. Bir-iki gündə sizlə bu temanı bitirəcək, danışığımızı bitəcək ki, yəni artıq məndə bir-iki gün tema bitdi. Amma sabahları artıq sonuncu gün kimi götürürəm ki, danışım insanlara ki, yəni necə aclıqdan çıxandan sonra nəyi yavaş-yavaş yeyib, onun yerini düzəltmək lazımdır ki, yəni rahat şəkildə onu ötürəsən geçsin. Deməli, mən, baxın, göy-göyərti məndə bol olur. Yəni, qabın içində doğrayıram, nə qədər. Əslində, məsəl üçün, Amerika həkimləri 7 belə bardaq, 7 stakan, fincan məsləhət görürlər. Yəni mən hələ ki o qədər yeyə bilmirəm. Yeyirəm də, deyim ki, məsələn, yarısını yeyə bilirəm. Onu da dadlı eləmək üçün, yəni göy-göyərtini dadlı eləmək üçün biraz listavoy, yəni bu yarpağı çox olan göyərtilərə müraciət edirəm, onlardan istifadə edirəm. Pendir qatıram ona, brınza pendiri, kənd pendiri, yəni brınza formasında. Holland pendiri ona qatmaq olmur, alınmır. Holland pendiri ayrıca oralaq, yəni rasionda qoyuram qıraqda. Və ya yumurta ilə məsələn pişirirəm və məsələn hazırlayırlar o formada. Özüm də pişirəndə də o formada pişirirəm. Çünki çox dadlı olur, ləzzətli olur. Kərə yağında əlbəttə ki. Zeytun yağı qatıram, həmin o hazırladığım göyərti qabına və pendir buralarından sonra xiyarda qarışdırıram ona. Pomidoru qatmıram, nəyə görə? Çünki pomidorda şəkər çoxdur. Və istər-istəməz yenə də insulin ifrazına səbəb olacaq deyə mən onu maksimum dərəcədə rasionundan uzaq edirəm. Yəni ona görə də nə ketçup, nə tomat istifadə etmirəm.
Sonra, yəni düzdür, pul, biber falan onlar mənim müəyyən məsələdə əvəz eləyir. Biraz rəngi dəyişmək üçün də onları istifadə etmək olur. Sonra məsələn ətimdir, mal ətidir, can ətidir, bud ətidir, fərq eləmir. Qızarmış formada, yağlı, ləzzətli, çox ləzzətli eləyirəm, yəni yeməyi. Çox ləzzətli eləyirəm ki, nə gözüm qalsın dalınca, nə mədəm da məndən bir şey istəsin. Orada bağırsaqlarda olan bakteriyaları da hamısını sakitləşdirirəm, gəlirlər uzanlar yatırlar da, başımı xərab eləmirlər. Bunun qaydası budur. Sonra məsəl üçün balıq əti də yanında ola bilər. Əlavə olaraq məsəl üçün Holland pendirini ayrıca olaraq doğrayıb məsələn yanında qoya bilirəm. Ton balığı olur. Çox sevirəm onu. Ondan da olur mənim yanımda evdə daimi onu məsəl üçün mənim üçün yanında qoyurlar yemək yeyəndə. Sonra toyuq əti də ayrıca olaraq o da öz yerində. Yəni əgər yemək istəyirəmsə ondan da məsələn bir qisim yeyirəm. Sonra məsələn ciyəri hazırlatdırıram. Cızbız məsələn quyruğuna, qoyun quyruğuna çox faydalı, çox super bir şey alınır. Yəni biraz otursan yersən artıq görürsən ki, doymusan. Çünki yağlar doymuş yağlardır, təbii yağlardır və səni sakitləşdirir və sən artıq heç nə istəmirsən, qida istəmirsən. Yemək bitəndən sonra, yeməyi bitirəndən sonra yanımda hər zaman mən çox sevdiyim, yəni o pikanta yapon qozu olur. Yapon qozunu yeyirəm. Bir 15 dənə olur, 10 dənə olur. Nə qədər bəs edirsə mən doyana qədər onu yeyirəm. Və əlavə hərdən birdən məsəl üçün o Yunan qozundan da yeyirəm, bizdə yetişən qozdan və yaxud məsəl üçün Hind qozu da ola bilir yanında. Yağlılığı çox olanda. Amma onların içində ən yaxşısı əlbəttə ki, mənim üçün və ümumilikdə də təsdiq olunmuş pikantadır. Yapon qozudur. Bax bunu yeyirəm. Axşam da bəzən onu təkrar da eləyə bilərəm, bəzən də yəni dəyişə də bilərəm. O artıq mənim özümdən asılı olan bir məsələdir. Yəni ki, ola bilər ki, elə gün orta qidasını elə axşam da eyni qaydada da yedim. Amma ola bilər ki, məsələn, açıq bişirilib hazırlab gün orta əti yedim, mal ətini, axşam isə balığı yedim. O artıq məndən asılıdır. Qalan qidalar isə yəni istədiyim formada variasiya eləyirəm, təkrar eləyirəm. Tvaroğu nə qədər, şoru nə qədər hamısını yəni o mənim rasionumda olur və ən üstədə olan yumurtadır. Yəni yumurtanı mən hər gün yeyirəm. Nə qədər bacardımsa o qədər yeyirəm. Nə qədər qəbul eləyə bildimsə yeyirəm. Çünki onda olan zənginlik demək olar ki, başqa heç bir qidadır. Yoxdur, o qədər zəngindir, o qədər super bir şeydir. Özü ki, qaynamağa ehtiyac yoxdur. Yəni belə adam var ki, qaynamış yemir, elə xoşlayır, qızarmış lap ləzzətli, lap əla, yeyin. Onun qaynamış formasını nə vaxt hərdən birdən eləyirik, onu da sonra mən sabahları danışaram, nəyə görə yumurtanı məsələn qaynamış şəkildə lazım olur bəzən. O başqa məsələ, onu deyəcəm. Amma əslində yəni daha da ləzzətli olsun da kərə yağında qızardıb onu rahat şəkildə, ləzzətli şəkildə yeyin. Kərə yağı və zeytun yağından başqa heç bir yağ istifadə etməyin. Karbohidratlar da sizə danışmışam, başa bəladır, uzaq olun ondan. Nə qədər uzaq olabilirsiniz, uzaq olun. Bu qədər. Oldu. Çox sağ olun. Minnətdarım sizə izlədiyinizə görə, dəstək olduğunuza görə hər kəsə. Like edin, komentar yazın, repost edin, təkrar paylaşma eləyin. Səhifəmiz böyüyür, daha çox insan qarşısına çıxsın və mən nə qədər fayda verə bilərəmsə, bundan sonra müəyyən vaxtdan sonra canlılara keçəndən sonra gəldiyiniz suallara rahat şəkildə bu cür oturub danışıb cavab verəcəm və siz dinləyərsiniz. Bu proses bitsin, ondan sonra inşallah canlı formatda sizlə danışmağa başlayacaq. Hələlik sabahki videoda görüşmək üzrə.